Nike-a investisiya et, gələcəyini qur. Bugün yerli investisiya şirkətlərinin birində belə bir çağırış gördüm. Amma gəlin rəqəmlərə baxaq. Əgər siz son 10 ildə Nike səhmlərinə pul yatırsaydınız, bugün 25% zərər edəcəydiniz. Əgər siz son 5 ildə Nike səhmlərinə pul qoysaydınız, bugün 74% zərərdəydiniz. 5 il gözləyib pulun böyük hissəsini itirmək nə vaxtdan gələcəyi qurmaq olub? Bu investisiya məsləhətidir, yoxsa qeyri-müəyyən gələcəyə atılan addım? Baxın, eyni 10 il ərzində Amerika bazarının ümumi göstəricisi olan S&P 500 tam 255% artıb. Yəni siz Nike kimi bir nəhəngə güvənib 25% itirmək əvəzinə sadəcə bazarın özünə investisiya edib pulunuzu 3,5 dəfə artıra bilərdiniz. Nike niyə çökür? Çünki şirkət daxilində ciddi fundamental problemlər var və bərpa olmaq üçün illər lazımdır. Bəs bu o deməkdir ki, Nike bitdi? Xeyr, 2001-ci ildən 2021-ci ilə qədər Nike səhmləri 2400% gəlir gətirib. Əgər sizin hədəfiniz 30 ildirsə, bugünkü bu rəqəmlər sizin üçün sadəcə endirimlə səhm almaq şansı ola bilər. Çünki 30 illik marafonda böyük şirkətlər adətən bu böhranları atlayıb keçir. Hər reklama inanmayın. Rəqəmləri özünüz müqayisə edin. Siz pulunuzu 10 il mənfidə saxlayacaq qədər səbirli investorsunuz, yoxsa 255%lıq stabilliyi seçərsiniz? Mən bunları hara atdım? Vay!